Deməli, mən məsələrin çoxsuna aparıcı bəğəndə gedirəm gedəndə. Aha. Aparıcı bəğəndə kimi gedirəm. Amma bu getdiyim məclis hansı ki, Naxçıvan məclisi idi. Təsadüfən dedilər ki, yox, qız evi dedilər ki, qoy Vəfa xanım da orada özü lazım olan nələrsə. Deməli, gəldik orada filmdən bir balaca fraqment getdi. Hansı ki, Qaynana filmində deyir, gəlin mənim süpürgəmdir. Hara qoysam orada dayanmalıdır. Mən də qaynanaya dedim ki, gəlinə dedim ki, bəs ürəklə də, nə bilim ki, mən qaynanadan bu cavabı eşidəcəm. Dedim ki, bəs orada deyir, gəlin qaynana münasibəti. Qaynana deyirəm ki, deyir, gəlin mənim süpürgəmdir. Hara qoysam orada da dayanmalıdır. Bəs siz buna necə fikir bildirirsiniz? Qaynana oradan qaydı ki, süpürgənadır, özü Naxçıvan məsələsi süpürgənadır da, gəlin mənim toz soramdır. Hara qoysam gördüm, elə pərt oldum, qırmızı oldum, gəlin orada dedim, tay bu, mən belə düşünmürdüm, senari belə olacaq. Ondan sonra